Aynı kalsın, ben evde gelirim. Salam, salam. Git çorap da. İşin yanında çorap da. Sən xəstəsən. Başa düşmədim. Salam. Can, my love, xoş gəldin ürəyim. Salam. İndi gəldim. İçməlidir bax. İndi gördüm, indi gördüm. Pirişik deyil, uçuqdur ürəyim. Bu boyda pirişik olar. Vereyim şekerler. Şekerler vereyim. Hə, paxlava. Amin ay Günay, sənin də günün uğurlu, ruzlu, bərəkətli, sevgi dolu, can deyib can eşidəsən. Allah ən başlıca sizi mərdumazlardan uzaq eləsin. O qədər pis gəl çıxdı aycan. Dodağını Allah, başa düşmədim. Çox sağ, xeyr, masallı mamamdır. Qıcı, çox sağ ol İlqar bəy, təşəkkür edirəm. Gün, çox sağ olun. Teşekkürler, var olun. Çok sağ olun. Siz necəsiniz? Dişlərinizi düzəltdirirəm, yoxsa düzəltdirirəm. Amin, çox sağ ol Mahmudova, təşəkkür edirəm, var olasınız, minnətdaram, gözəllərim, var olan, çox sağ olun. Moderatorlarım yoxdur hələ ki. Götür telefonu. Başa düşmədim. O gün oğlan qıza pul verdi, sənə nöş vermədi, oynayırdın qabağında. Ay aşkım, o qızın ad günüydü ona görə. O qızın ad günüydü, mənə niyə oynayanda pul versin ki? O qızın ad günüydü, ad gününə elədiyi, saldığı pulu əlinə verdi, oynaya. Hə, bəs nə? Çox sağ ol Humayım, təşəkkür edirəm. Minnətdaram. Ev nə səsli küylüdür. Ev şeyə qulaq, televizora baxırıq da. Amin verilişine. Sağ olun, necəsiz? Qop deyə görün, moderatorlarım gələr, qızlar. Çox sağ olun, bəy. Ay Nərmin, aycan. Qızlar, nə olar, qurban olum. Ekran tıklayın da mənim üçün. Xahiş edirəm hər birinizdən. Abid eləmişsiniz, yox. Salyanda Günaydı sizdən işləmişəm, nə gözəl. Başı bağlı qız, şeydə qalan. Deyirsən, harada qalırdır? Üzr istəyirəm bütün oruculardan. Allah qəbul eləsin. Düşür.
Hə, tanıdım. Necəsiz? Deyirsən, ürəyim, sən Şəkidə ailəliydin də, dırnaq ustasısan, hə? Yoxsa yox? Tananinin adı nədir? Ekran tıklayın da qurban olaram. Qızlar, ekran vurun, zəhmət olmasa. Hərəviz bir dən gül atın da mənə. Yemək yat bişirirdim. Doğrudan, nə gözəl. Qubdi xatırlayım ürəyim. Hə, tanıdım. Necəsiz? Maşın sürməyi hansı təlimdə öyrəndiniz? Dişimə nə olub, müalicə elətdirirəm. Evdə şəkildə girib saçıma da qaska qoyardım. Haçan, mən indi çıxıram axı. İndi yox ki, deyirəm, haçanı eləyim mən. Ürəyinə yox istəyir. Sabah. Evdə Hə. gəl ümid özümə apararım. Apar da. WhatsApp-a baxım yaxşı. Gözlə. Всё, verdim. Meymun adam olub sıçovlu oxşayan. Təşəkkürlər, var olasınız, minnətdaram, çox sağ olun. Çox sağ olun. Bəli, işə gedirəm. Bezdirdin ha telefon. Ne yazmıştı? Yazışma. Heç kimle yazışma çatda. Ne yazmıştı o? Yazmışdın harda?
Necəsən? Yaxşı, siz necəsiz? Çox sağ olun, teşekkürler. Var olasın əzizim, minnətdaram, çox sağ olun. Şotku ilə vurduğum nəri tanayın. Kosmetolog məsləhət edə bilərsiniz. Bəli, niyə görmürəm? 8 Mart'a özel kosmetologda prosedurlar indirimdədir. Müəllimə yaptı. Yok, adam içeri koyacağım. Uyku zaten oyna. Köşeden kaybolacak. Yok. Polis bana güvenmeye başlayacak. Burayı bir yıka. Ben Alina'ya şeker getirebilirim. Kodunu al da ümit. Olduğunu görüyor musunuz? Demek ki bu çalışıyor. Haydi çocuklar. Diğerleri de katılsın. Evet evet. Başarabiliyorum. Aferin. Her şey hazır. Memur yolda. Evi temizledim. Aferin. Oğlum ne olar? Bak kodun alarsan da. Bir fare deneyim. Genellikle fareler disiplinel kaza. Ve muhtemelen delikanlının hapishane hücresine çıkıyor. Bir fikrim var. Fare var. Şimdi bununla Ali'ne şeker getireceğim. Ay ata o şey ver də mənə. Ümid. Yerdən kistiçkan ver də mənə. Ay, ayak bak. Burada. Nerede? Teşekkür həyatım. Ata. Tamam. Gözde abla kusur ya. O da alır. Neşesi kalır sonra sapsarı harap olur. Ana götürür yiyor. Adam Mən də bilirsən də nə edirəm. Cebelin yer. Aa, edirəm. O nedir? O nedir? Ümid o nedir o? İçinde. Bu ne? He. Xeyr, Nərmin özüyəm. Var. Aparmadı olar. Uşaqlar aparmadı. Düğün de gelirdi ne? Ben deyim ki elini ki eləməyin, düğün de gelirdi. Sonra qoğal pişirəcək. Ben de bayram gelir. Paxlava gəlir. Ata. Getdi işe gitti, uşaqlar da məktəbdə. Uşaqlar ne yapardı?
Məktəbə getdin. Xahiş edirəm, ola. Bir an içə çörəyim, ağzım, ürəyim bulanır, yəni, ola. Yalvarıram. Xahiş edirəm. Kotlet var orada kızım. Bir dənəsin ver, duz yeməyim, hə. Bir dənə. Heç yemək istəmirəm, amma... Niyə ki? Yemək istəyirəm, amma istəmirəm. Yemək istəyirəm, amma yemək istəmirəm. Acımış, ha. İnteresli bir şey oldu, Elnur. Ağzıma su gəlir, ben bir cürə olmuşum, bilmirəm, nə olub. Kızdırayım bunu. Yox. Yəni, duzlu, salyona xiyar var idi, yani o. Evdə. Turşuklu evde. Biz qalmaydı ondan mən. O Nermin aldığı şeyden aldım. Çox sağ olun, Bilmirəm, axı Arzu. nəsə bir Qəşəydir, ver. Duzlu bir şey ver mənə. Ağzı niyə belə oldum mən? Mama, yadındadır qabaq nənəcil yekə qablarda qarışıq turşular qoyurdu, mama. Hə, çəlləkdə, mama. Ha, onlardan yeyə bilirəm də, mən bunları yiyəm. Elnur 5 dənə çəllək idi həyətimizdə. Biber, acı biber, qarışıq. Bax, ver. Gəlirlər, o bu gəlirdi, götürürdü, aparırdı. Hə, heç nə də deyə bilmirdim. Heç nə deyəmirdi, elə belə. Yazılar var. Dedi, qoydum, ərzəklə gəldi, aparırdı. Bir sən neynirdilər? Girirdilər içəri, nənə ilə bayramlaşıb eləməyə. Hər əlində bir kulyokla gəlirdi, açırdı belə, əlini soxurdu turşuya. Bütöv kələmlər qoyurdu. Əvvəldən boğur verir. Mən çıxılı uşaq idim. Həmişə axşam yeməyi eləyəndə Elə qarpızlar var. Xırda qarpız, hə. Qarpızın turşusunu. Nə gözəldir, qarpızı bütün şeyləri atırdı, 2 bölürdü, atırdı. Nə zəhmət çəkər vaxtı. elə gəlib rahat-rahat götürüb aparırdılar. Aman niyə? Bunu qoyanda həmişə. Onun gələn səfər alanda xanımlara Belə deyərəm. suyundan da almaq lazımdır. Bir də belə salyonunu plastik belə qatıq qabına qoymaq. Qabın tamı çıxır. Bilirsən, qumaya. Onda gərək bankada saxlayaq. Şüşə qabda. Tuş suyundan da, ne denən ki, bir də qaba suyundan. Mama, mən onun 50-60 qəpilik almışdım. Bir də Fanta püturkasına verir. 50-60 qəpiyə bu qədər eləyir. Valla deyirəm, 70-80 qəpilik almışdım. Balaca aldım. Görmədim, 5 dənə turşu almışdım. 5-i də kulyokun dibindəki. Aparım evdə görüm hansını bəyənəcəklər. Qız onu deyir də, deyirsiniz heç vaxt. Bu qədər az turşu almışsınız. Dedim, bizdə evdə asol bubon istəyirlər, çəllək turşusu. Çəlləyi bir də sən hardan almaq olar? Vasmoyun bazarından. Çoxdan da getmirəm, darıxmışam, gərək gedəm. Kukuk oldum, canımsan, öpürəm ürəyim. Çəllək turşusunu almaq lazımdır malakanlardan. Malakan, Şamaxı malakanları var. Mən İsmailiyə gedəcəm 2-3 günə. Girib bazardan vəndamlılardan alaram. Gilas yarpağı ilə qoyurlar, yollar. Maraqlı belə. Bax, oradan alaram. İnşallah. Allah. Süper. Yumuşaq çörək vereyim. Mənə dərmanlar belə eləyə bilər. Dərmanları atıram, yatıram. Hə, yuxu zad verir də sənə. Yox, durandan sonra ürəyim bulanır. Odur da elə ondandır. Neysə, hə, bəs nəysədir də elə. Şəkidən salamlar, əleykümə salam. Vəndamlıların da qəşəng bacarığı var. Canımsan, canavar bacım, necəsən? Nəmiş, Aycan? Soyuq olub. Əlbəttə olacaq da səhərə qədər çimizdirirəm buradan, gedir oturur mətbəxin qapısında. Çox sağ ol, ürəyim, əziyyət çəkmə, ay günüm, gözəl qəlblim, var ol. Gözün inzadı xeyir qoymamışam. O vurduğunuza baxın da, razvetkadan salamlar, əleykümə salam. Vurduğum notun 30 nömrəsidir. Endirimə düşmüşdü, almışdım. Golden Rose'un özündən alarsınız. Boyu söyləmək. Aybəniz xanım, çox sağ olun. Nəmiş qəşəkdir, çox da hara gedirəm, çəkilişə ürəyim. Gedib indi başqa yerdən canlı açacağım sizə, geyimlər təqdim eləyəcəm. İsmaillıda nə var? Hər şey. Daban kremini də vur. Daban kremini çimini çıxandan sonra vurmuşam, narahat olma. Hər şeyin kremi ayrıdır. Tovuzdan salam, əleykümə salam. Əlbəttə, vəndamlılar birinci yerdədir tutmaqda. Bilirəm də, hə, bəs nə düz demişəm də. Daban kremim ayrıdır, dirsək kremim ayrıdır, üst kremim ayrıdır, bədən kremim ayrıdır. Valla düz demişəm də. Buranın haqqı. Burada nə var ki? Güləsi.
Ləlün, təşəkkürlər. Qəbələ, bəli. Qəbələ vəndamlıların çox gözəl balon banka tutmaq bacarığı, qabiliyyəti var ha. Onlara heç kim çata bilməz. Hayda. Mən də baxıram deyirəm. Saat içəri. Mama, nə olar, o xiyardan bir dilim ver demə. Elnur elə ağzını şəpillədə yedi ki. Sağ ol. Gel doğru ver ona. Duzlu deyil. Neynə ver? Olsun da. Xaş deyə qaldım. Gələ. Sağ ol. Tamam değil. Hə. Hə. Alo. Evet. Alo. Sağ ol. Allah köməyin olsun. Ağız əyri deyil xanım. Dişim yoxdur, çənəm, altı çənəm Kimin? danışanda qaçır. Bilirsən də ağzı saxlayan bir növbədə dişdir. Ha, evet. Düşür. Tamam. Necəsən? Sağ ol. Var ol. Necəsin? Şotka ilə güləşir, bəli. Gəlib çıxır. Var ol. Allah. Ha, başına dön. Ha, salam deyəsən. Dedi ya, dedi. Ha, dedi, dedi, sağ ol. Ha, bak. Burada. Qazıq versin. Yaxşı elə. Ma birini də burada artıq onda. 3 dənə. Hə, qurban olum, şik yağı ilə vur. Laf yaptı. Ha, Cərə rayonundan biraz əmrək yağı gətirdirək. Can, çox sağ olun, necəsiniz? Təşəkkürlər. Pamadan hansından da Elzalaşış. Instagramdan əldə edə bilərsiniz. İsti-isti peraşki, bəli, əyinə gözəl olar. Dişimi düzəltdirim, əhd eləmişəm. İsti-isti peraşkidən mütləq yeyəcəm. Hara gedirsən mən? Çəkilişə. Vurduğuna baxaq da. Tamam. Paxlava necə çıxdı? Super. Olmur axı. Nə yazırsınızsa bugün ərzində ağzınızdan çıxanları yaşayasınız. Təşəkkürlər, ürəklərim. Düz deyirsən, onu deyirəm. Kişi nə qədər danışır. Az onun danışığına qurban olum. Onun səsi mənim evimdən əskik olmasın. Acika ilə nə gedər, nə gedər, nə gedər. İşləmir. Mən düzdür piraşki bişirə bilmirəm. Mən sırf qutaq bişirirəm də, onu bacarıram. Piraşki alındıra bilmirəm. Heç vaxt da bişirməmişəm. Amma evdə axşam bişirəcəm. Yox, bu gün bişirə bilmirəm. Çünki sabah çərşənbəyə şey bişirəcək, şirniyyatlar. Ha qızlar, üzümün kremi də ayrıdır. Dirsəyimin kremi də ayrıdır. Bəli. Təmiz olmaq lazımdır, gözəl olmaq lazımdır. Şərt gündə bəzənib düzəlmək deyil, dəriniz təmiz olsun. Dişimi düzəltdirəcəm, pulum olanda düzəltdirəcəm inşallah. Nəcəb maykada oturmuşsunuz? Xanım, mayka deyil, ürəyim. Heç dəxlisi var, mayka deyil həyatım. Mayka, ay xanım, o şodan deyil, futbolkam. Bu nə danışır? Az ki düşünlə məşğul olar. Yox. Dişimin olmayan vaxtında marka adını da bir dizdirə bilməyəcək mənə. Marka. Gözün o qədər lütətsə, bax gözü soyunub da söyləyək, geyinəndə tərifləyirlər. Gəldim həyatım. Rahmet buzdan. Bilirəm, daha onun üstünə yıxılalım, düşəri kəsələr. Çeyləmədim. Əlində atanda belə əlini düşər üstünə. Yedizdirim sənə ömrüm, qlazoko. Yox, yox. Hə? Yox, Doğrudan? yox, yox. Makyajım qaradır. Mən ömür boyu makyajı belə eləmişəm. İstər yayda, istər qışda ürəyim. Həm də salyariya gedirəm deyənə dərimin tonu şey olub, tündləşib. O telefonu tezdir. Elimden düşürdüm. Yok, götür de götür. Ya, telefon tapışdı məndə. Telefonu at şöyle atsın. Tam qoymamısan, pişməyəm amma. At Sən şöyle öz atsın yumurtanı böyle. çək. Gələ.
Yox, sən öz yumurtağı çək boş qabığa. Yəni Oruc olanlar xanım baxma da çıx qurban olun. Allah qəbul eləsin orucu. Mən kamerada yemədim ki, tutmuşam bu tərəfə. Hədiyəm bağlayayım deyə. Allah qəbul eləsin bacı. Allah arzularına çatdırsın. Biz tuta bilmirik, amma bayram günü yaxşı əməllərimiz olacaq. Narahat olma. Qaraqız, sənin bacında var idi axı səndən balaca. O necədir? Mənim? Yox. Məndən böyükdür bacım. Minecraft. Bilirsən? Bunu gələn. Yox, mama ağ qalmışdı içində. Çipri qoydurmuşsan, bəli. Ha, Minecraft. Nəmiş, necəsən, yaxşısınız, necəsiz? Hansı əməllərindən gedir? Sən onu bilmərsən. Əla, biz onu çəkib göstərmirik. Biz oruç tutanda da əlimizə bayraq götürüb demirik, orucuq. Allah qəbul eləsin. Orucu nə mənim üçün, nə də belə pis çıxmasın, qonşu üçün tutmursan, özün üçün, öz əməlin üçün tutursan. Hamı özünə cavab deyildi. Deyib, keçi ayağından, qoyun da qoyun ayağından asılacaq. Tutduğu Həcə xanımlığı. Oy. Ata. Sağ ol. Yığılma. Bilirsən? Bəyəm burada indi hamı yığılmadı. Yığılmayan adam yoxdur. Rəfiqəmə baxırsan. Bu günləri axşam status paylaşıb əməliyyata gedirəm. Dedim get sağ salamat, indi palatadan paylaşıb. Bütöv bədən şəkilləndirmə, burun əməliyyatı, abdominlə lipo qarışıq. O ki o başdan ayağa özün yığdırır. Ata. Sağ əli sizin başınıza qızlar, arzusunda olanların. Burada qatablar Vallahi. var. Görürəm. Ata. Hayca. Bax. Buradakı qatadı çizirsən. Evdar qadınla sosial qadının arasında dünyalar qədər fərq var. Bəzi evdar qadınlar var ki, bizi həzm eləyə bilmirlər. Sonra da bura geçirsən, Bəli. sonra oplanırsan, sonra da Amma bəzi sosial qadınlar da var da. qazanır. Bəzi sosial qadınlar da var ki, reytingi düşən kimi qeybət edib qaldırırlar. Oyunun adını bilirsən. Ata. Tamam. Oradakı mavi qatar açıq qatar. Sən nəsən ki? Mən normal insan, sənin kimi adam. Çidən oyunu yükləsən, bax, polis gəlib sən tuturlar. Qorxulu oyunlar oynama, yaxşı. Gözün girdin, sıra təzdən videona dönürsən. Təzdən dalıb gedirsən. Yoluna çıx da, yoluna. Gedirsən, hə, bəsi. İndi səzdən başlayır. Başqa yollar da tap da oradan çıxmaq üçün. Qazandım. Qızlar, öpdüm sizi. Özünüzə yaxşı baxın. 8 martın gəlişinə sayılı günlər qalıb. Çalışın yoldaşınızdan. Sizi istəyən bir bəydən boş şeydir, gül almayın. Gül alın, gülün yanında daha bahalı hədiyyə alın. Neysən, gül sabahda zibil qabına dağılacaq, töküləcək. Qəşəng bahalı hədiyyə alın. Bəlkə birinin bahalı hədiyyəsi yoxdur. Allah ürəyinizə görə versin. Özünüzə yaxşı baxın. Sən ümumiyyətlə deyirsən ha, sən bu vaxtacan 8 martda məndən bir hədiyyə almısan. Yox, axşam dedimdə o sözü. Harada sən özün onu yaşamırsansa, onu özün yox. Axşam dedimdə o sözü. Hə, onu demə, lazım deyil. Niyə qıcıqlandırırsan, zibli. Axşam dedimdə o sözü. Mənə dedilər, ərin sənə 11 ildən al. Dedim 11 ildə bir dəfədə. Heç almıram. Nə olar ki, olmasa bu 8 martda bir dəqiqə al. Mənim üçün yaxşı qadının hər günü qadın günüdür mənim üçün. Normal qadının hər günü qadın günüdür mənim üçün. Nə 8 mart, 9 mart, hə? 8 mart. Mənim qadınım mənim üçün yaxşı hərəkət eləyərsə, o gün mənim üçün normal qadın günüdür, kişi günüdür, ailə günüdür. 8 martda gedəcəm restorana. Yox. Hara görəsən? Restorana. Hə, apararsan ana, bax bu başqa məsələ. Açdığım elə getdiyim restoranda ora gedəcəm. 8 martda. Mənə onsuz da axşam dedilər də,
Mənə dedilər 11 ildə Elnurdan nə görmüsən? Dedim valla səmimi deyəcəm, bir dənə gül də görməmişəm. Yox, niyə eləməliyəm? Səbəb nədir? Ne üçün eləməliyəm? Oxuyadı verdin. Yox, 8 mart qadın hansı gün normal davranır ərinə, o gün qadınlar günüdür. O gün ailələr günüdür. Mən Qaratikan kolu qırmağa gedəcəm 8 martda. Niyə? Səpərgəmi düzəldəcəm, bostanımın ayağı açılır. Obyektə gedəcəm. Bostanımın qırağın camışlar vurub dağıdıb, gedib oranı düzəldəcəm. Allah xasiyyəti kəsməsin. Hə. Qoymadı da. 23 fevral dedim kişilər günündə, dedi demə ağzıma dalma sözü. Nə dedin kişilər günündə? Kişilər günü yox. Ata, bu ne? Elə o gündə, o kişilər günündə kişi qadınına qarşı haçan mərhəmətli olur, sevgili olur, ailədə söz-söhbət olmur, çörəyi olur stolun üstündə, çörək qabında çörəyi olursa, o elə kişilər günüdür. Ata, Ailəsində sakitlik olursa, can, buna bak. Bakın. Ben çıktım hemdeki tez var. nə gözəldir. Qızlar neysə başım buraxın. 8 Mart'a sayılı günlər qalır. Onlarla çıkıyor. Sizə evakuatorun başında bantikli maşınla izləməyi arzu edirəm. Amin. Öpürəm sizi, özünüzə yaxşı baxın. Baxın ha. Yo, mən ondan gözləmişəm. Çıxıb bir gün bir qızıl gül alıb gətirərsən. Ay Allah, qabaqlarım cəhənnəm yenə alırdın, dipçəkdə alıb gətirirdin ev İndi gülü. deyirəm də, almışam əziz dostum, almışam. Amma daha bahalı yox da. Kişinin nəyə gücü çatır? Qadınına qapıdan bir güllə də içəri girirsə, bu ona deməli onun sayğısıdır, sevgisidir, böyük hədiyyədir. Əgər kişi qadının düşünüb qapısından bir gül onlar çöldən gətirirsə ki, qadın alamış, deməli o böyük hədiyyədir. Almayın ay bəylər, xanımlarınızı hədiyyə almayın. Deyir doluymuş. Asılacaq. Az çıxıq elə, deyir qabaqdan gəlmiş deyir. Sən oynadırsan mı aslında? Valla, qabaqdan gəlmiş deyir. Əlbəttə ki. Elnur, amma hədiyyə boş şeydir. Mən onu zarafat elədim. İnsan gərək hədiyyəyə yox, onu ona bəxş eləyən insana qiymət versin. Bəli. Nə bir? Hə. Sepimi taxa bilmədim, indi taxaram. Kişinin imkanı yoxdur, ala bilmir. Cibində də heç 10 köpük yoxdur. Niyə yoxdur? 23 fevralda, 8 martda, bundan qabaqçı qadınlar günündə evakuatorun başında maşınlar Onlar israf idi. Sevgililər günündə. 10 dəqiqədən sonra mənim 100 manat, 101 manat verib 101 qızılgül bağlatdırdığım buket zibillikdə olacaqsa, kül olsun 101 dəfə ilə onu aldığım qadının başına. Niyə mənim başıma kül olur? Kül olsun o qadının başına ki, ərinin cibindən əri gedir, tər tökür, can çəkir, pul qazanır. O deyir, al gülü gətir mənə 101-dən aparım atım zibil qutusuna. Ər deməli onu sevir, o qadın o əri sevmir, o qadın o gül düşmür. Normal bir şey almaq lazımdır ki, ömürlü istifadə edəsən, israf eləməyəsən. Nə alsın? Ailənə, balana, Ev, maşın. Ev, baş, nə bilim, əqqabı ola bilər, şalvar ola bilər. Ədə ayaqqabı darlıqdır. 8 marta qalmış, nədə ayaqqabı almaq o? Neylə? Qızıl ala bilər, üzük ala bilər, sırqa daimi yatırım ala bilər. Bir insan heç cibində 10 köpüyü də yoxdur. Xeyr, gül hörmətdir, gül həmişə olmalıdır. Olsun da deyirəm də gül alıb gətirə bilər də, bir dənə qapıdan gül alıb gətir. O gülü də ala bilmirsə, o cibində yoxdursa, yoldan ötəndə görür ki, qızıl gül kolunun başında gözəl bir çiçək açır. Əlini atıb o çiçəyi dərir, amma dərir nə məqsədlə? Mənim evdə həyat yoldaşım var və bu gün bayramıdır. Bu gün şən günüdür. Mən bu gülü ona aparacağım. Sənin ürəyin Deməli bu doluymuş. kişi, yoxu dolu yox. Səndə Bu kişi nələr o var evdəkini imiş. düşünür də. Hə. Düzdür. Aha. Bu kişi evdəkini düşünür. Hə, düşünür. İmkan yoxdur. Heç Yoxdur. nə eləməyə. Amma orada bir gül var. Gedir Hə. onu dərir. Kimin xətrinə dərir? Aha. Arvadın xətrinə dərir. Da deməli ona Nə sayğısı lazım var. Sayğısı var da ona. Elnur, sən mənə 101 gül al. And olsun atamın yatdığı torpağa, onu 101 gün saxlayaram.
Lic bir sən ona pul vermişsən Elnur. Hər gün duraram, onu suluyaram, öpərəm, qucaqlayaram, yataram. Qoymaram solmağa, zibil qabına da atmaram Elnur. Onun çələklərini qopardaram, evdə dekorativ nəsə düzəltdirərəm. Ay, israf eləmək olmaz. Söhdün çəldün. Yox, maşın alıb qoyub bagajın üstünə aparır sevgilisi üçün Görsən. gədə ha, gədə. Maşın alıb arvadına aparır. Ədə elə yazmamışdı, yazmışdı ki qızımın mamasına. Ya kızımın o 20 gündən sonra da kızın maması bunun götünə bir dənə. Ədə keçdi söhbət. Kızın maması götünə Yaxşı. qoyur, gədə fırlanır düşürəkdə kızla da maması maşında kukulalıq edirlər. Evdən də xəbərləri yoxdur. Ər hardadır, arvad hardadır, uşaq hardadır. Tüpürüm elə hörmətə. Bəs evə necə baxırsan ev hədiyyəsinə? Ev normal baxıram, ailə üçün. Daimi ailə üçün, əsl ailə üçün. Anne, bu da hakikat şeyler. Yox, mama taxmıram, saçma ilişir o. Qoyarsan evə. Anne, bunu küçük safetkeye atmarsan safetke karşı. Çox atmışam. Yox, safetkə düşmə. Operatorda bu Görürsən, şeyə o qədələrin qazancı da haramdır ki, Allah onların əlindən o pulu da elə alır. Elə çəngilərin əli ilə istifadə edib alır onlardan. Onlardan da alır, onlar da... Deməz olaydım ay bacı. Ya Allah, sağlam ol oğlum. Deməz olaydım ay bacı, deməz olaydım. Mən nə bilim. Heç nə, ay xanımlar, gözləməyin də, heç nə. Ərinizin varlığı sizə dünya qədərdir. Ərinizin varlığı sizə bəsdir. Almayın, hədiyyə zad istəməyin, boş şeydir. Gedin, sevin, sevilin. Qələt elədim bacı. Mən? Mən elə yaxşı istəməmişəm. Çox güzel işsən. Az yox, sən də peşman oldum bir söz deməyimə. Görmədin mi mən nələr dedi? Yaşıydı, quru sərdi. Getdim, öpdüm sizi. Hələlik Allah